İkiye günəşi sən gətirmişsən abi. Assalamu alaikum. Necəsən mən qardaşım? Nə var da yox, sağ olasınız. Səli desə. Şükür Allah, yaxşısan. Salam dostlar. Pələngin dostlarını salamlayıram. Assalamu alaikum. Allah sizi qorusun. Abi düzəlmişsən, üzündəki şişliklər gedibdi. Hər şey yaxşıdır abi. Yaxşıdır. İnan ki bir dənə hava alıram bir dəqiqə. Həqiqi. Gəldim ki dənizin dadını çıxardım. O vaxtı burnundan yəni maniyə törədirdi də, hava almağına, nəfəs almağına daha doğrusu. Kəfə var idi, ət var idi burnumda. Nəfəs alma problemi var idi. Onun burnumun sokası qaçmışdı. Necə idi abi əməliyyatdan sonrası? Gəzə biraz. Əməliyyat ağır keçir. Amma yəni şükür Allah indi yaxşıdır. Yaxşıdır. Əladır, yaxşıdır, şükür Allah, hər şey yaxşıdır. Biraz yüksək səslə dar. Necədir indi belə oksigeni ciyərlərimə daxmaq? Əla qardaşım. Sən necəsən? Şükür mən yaxşıyam, bilmirəm günəşdən görsənirik ya yox. Mən yaxşıyam abi, getdim Asiyaya gəldim. Hələ də Asiya videolarını paylaşıram. Axırıncı dəfə Singapuru paylaşmışdım. Bu videodan sonra Malaziyanı paylaşacağam, nə bilim Vietnamı paylaşacağım. Gəzdim, gəldim mən də. İnşallah. Sən nə edirsən? Demişəm səndən inşallah bir gün gələcəyik. İnşallah. Bir gün inşallah sənlə gözəl bir ölkəyə gedəcəyik. Bunu planlayırıq uşaqlar. Bilmirəm baxmısınız ya baxmamısınız. Fərhad abi ilə bizim bir videomuz daha var idi. Hansı ki Zaqatalada qonağı olmuşdum. İndi biz biraz danışaq, biraz söhbət eləyək. Bizim şəxsi də söhbətlərimiz var. Sonra kameranı təkrar açarıq. Mütləq. Okay.